Bel ağrılarından bəhs etmək istəyərdim. Hər bir insan həyatında bir dəfə də olsa bel ağrısından əziyyət çəkir. Bel ağrılarının yaranma səbəbləri çox müxtəlifdir, amma təməl səbəbi bel nahiyəsinin funksiyasında olan yetməməzlikdən ortaya çıxır. Bel hissəmizdə bir-birinin üzərində yerləşmiş sümük, yəni fəqərələr və aralarında disklərdən ibarətdir. Sağ və sol hissədə əzələ və bağ aparatı ilə təşkil olunmuşdur. Əgər əzələ və bağ aparatında zəiflik ortaya çıxarsa, bu zaman sümüklərdə və disklərdə yüklənmə yaranacaqdır. Bunun nəticəsində isə ətrafından yan hissələrdən çıxan gördüyümüz bu sinir kökləri təzyiqə məruz qalacaqdır və ağrı yaranacaqdır. Disklər elastik strukturludur, 70% mayədən təşkil olunmuşdur. Həmin maye yüklənməyə məruz qaldığı üçün getdikcə öz yumşaqlığını itirib sərtləşəcəkdir. Sərtləşdikdən sonra isə deformasiyaya məruz qalır və onurğa kanalına doğru irəliləyir. Biz buna deyirik disk yırtıqları. Həmin disk yırtıqları onurğa kanalına və onurğanın yan hissələrindən çıxan sinirlərə təmas etdiyi üçün ağrı şəklində ortaya çıxır və o ağrı bel nahiyəsində eynilə sinirin keçdiyi yol boyu ağrı yaranır. Müalicə hissəsinə gəldikdə isə bizdə təməl prinsipimiz bu olmalıdır. Bel əzələlərini gücləndirmək. Bunun üçün fərqli müalicə üsulları vardır. Dərman müalicəsi, fiziki aktivlik, fizioterapiya üsullarından istifadə edirik və olduqca faydalıdır.